Her vaxtınız xeyir olsun, bir daha xoş gördük. Hər birinizi igidlər yurdu, mübarizlər diyarı olan gözəl Biləsuvarımızda. Biləsuvarımızı ürəkdən alqışlayaq, bir alqış gəlsin. Daha gürültülü, maşallah olsun. Mənim üçün toylar əzizdir, əziz qonaqlarımız. Bu toy bütün toylardan əzizdir. Toyumuzda şəhid ataları, şəhid anaları əyləşib, hər birinizin qarşısında baş əyirəm. Allah sizə can sağlığı versin, ömür versin. Əlbəttə ki, siz qəhrəman atalarsınız, qəhrəman analarsınız. Əlbəttə ki, ola bir oğul böyütmüsünüz, vətən yolunda, torpaq uğrunda şəhid olub. Və bu gözəl toylarımızı edirik, bu gözəl ziyafətlərimizi edirik. Borçluyuq şəhidlərimizə, qazilərimizə, veteranlarımıza. Allah bu toyumuzu mübarək eləsin. Mənə zəng eləyəndə dedi Rüyal, mən sən xətri dünyalar qədər istəyirəm, çox istəyirəm ki, balamın toyunu sən idarə eləyəsən. Dedim, tərəddüd eləmədən, dedim, boş üstə. Mən hər zaman demişəm, İndi təşəkkürlərimi bildirəcəm. Bütün şəhid ailələri, qazilər, veteranlar, hər birinin qapısında həmişə toy olsun, Allah biz üçün göstərməsin onlara. Hər zaman qulluğuzdayım. Günün 24 saatı. Soruşsalar, atamın soruşdu, nə qədər verəcəm? Dedim, elə bir şey yoxdur. Sənin oğlun elə bir iş görüb ki, bizim gördüyümüz işlər onun tozu deyil. Var olasınız və təşəkkürlərim var, bir daha deyirəm. Nurşadlıq Sarayının bütün personalına, rəhbərliyinə təşəkkür edirəm, minnətdaram. Bax, bu gözəl xidmətləri sizlər üçün, bizlər üçün edir. Bir daha təşəkkürümü bildirirəm Nurşadlıq Sarayının bütün personallarına, rəhbərinə və bu gözəl günümüzü tarixi yaddaşlara həkk edən Nur Studioya təşəkkür edirəm və dəyərli operatorlarımız Azər qardaşımıza dərin təşəkkürümü bildirirəm. Fərid qardaşımıza təşəkkür edirəm və dəyərli rejissorumuz Yusufə təşəkkür edirəm. Və irəliyən dəqiqələrdə bir-birindən gözəl musiqilərlə, bir-birindən gözəl mahnılarla sizləri feyziyyab edəcək. Biləsuvarımızın sayılıb seçilən musiqiçiləri buradadır. Hər birinə təşəkkür edirəm, ayrı-ayrılıqda var olasınız. Və məxsusi olaraq bu toyumuza Cüneyr xanım dəvət olunub. Təşəkkür edirəm Cüneyr xanım. Həmişə bax belə gözəl günlərdə Bakıdan məxsusi olaraq bu toyumuz üçün dəvət olunan Məryəm xanım dəvət olunub. Təşəkkür edirəm və aparıcınız mən olacağım. Royal Muradlı. Çalışacağım toyumuz daha da möhtəşəm, daha da yadda qalan olsun. Hər zamanki kimi deyirik, bu toyumuz mübarək olsun. İrəliyən dəqiqələrdə hər birinizə söz verəcəyik, heç kim heç yerə getməsin. Yenisi nuş olsun. Söz musiqinindir.